Bugün sizlərlə alfatik quruluşlu karbohidrogenlərdə ümumi siqma rabitənin tapılmasına baxacağıq. İlk öncə alfatik quruluşlu karbohidrogen nədir? Bu suala cavab verək. Alfatik quruluşlu karbohidrogenlər, yəni açıq zəncirə malik olanlar, disiklik quruluşa malik olmayan karbohidrogenlərdir. Və biz burada alkanlar, alkenlər, alkin və alkadenlərə aid nümunələr yazmışıq. Və biz bilirik ki, bunlarda karbonlar bir-biri ilə ardıcıl birləşir və hər karbon bir-biri ilə bir siqma rabitə əmələ gətirir. Demək, bunların hər dördü üçün karbon-karbon arasındakı siqma rabitənin sayı karbonun sayından bir vahid azdır. Və bilirik ki, üzvi kimyada karbonların hamısının qiyməti n ilə işarə olunur. O zaman karbon-karbon arasında yaranan siqma rabitənin sayı üçün n-1 yazacağıq. İndi isə karbon və hidrogen arasında yaranan siqma rabitənin sayına baxaq. Və bütün üzvi kimyada karbon və hidrogen arasında yaranan siqma rabitənin sayı həmişə hidrogenin sayına bərabərdir. Və biz bilirik ki, alkanlarda hidrogen sayı 2n plus 2, alkenlərdə 2n, alkin və alkaden siniflərarası izomer olduğu üçün 2n-2 kimi yaza bilərik. İndi bizə əgər məsələdə sual verirsə, alkanlarda cəmi neçə siqma rabitə var? Bu zaman yazacaq ki, karbon-karbon arasında n-1, karbon-hidrogen arasında isə 2n plus 2-dir. O zaman ümumi siqma rabitəni tapmaq üçün bunları toplasaq kifayət edəcək. Yəni 3n plus 1-ə bərabər olacaqdır. Yox, əgər bizə sual verir ki, alkenlərdə ümumi siqma rabitəni tap. Bu zaman alkenlərdə olan hidrogen sayını yazacaq. Yəni 2n yazacaq. Və biz toplayanda ümumi siqma rabitəmiz 3n-1-dir. Həqiqətən də etilen molekulunda 2 karbon var. N-in yerinə 2 yazsam, 3-ü vururam 2-yə, çıxıram 1-i. Bərabərdir 5. Deməli, cəmi 5 siqma rabitəmiz mövcuddur. Həmçinin alkin və alkaden molekulları üçün də həmin qayda ilə hesablama aparmaq olar.